Həzrət İsa'nın ölmədiyinə aid sübutlar. 4. Quranda Həzrət İsa əleyhissalama tabi olanların qiyamətə qədər inkarsılara üstün gələcəyi xəbər verilir. Əvvəlki bölümlərdə ətraflı araşdırdığımız Əl-İmran surəsinin 55-ci ayəsində Həzrət İsa əleyhissalamın ölmədiyi ilə yanaşı, ikinci dəfə yer üzünə gəlişi ilə xəbər verilir. Ayədə belə buyurulmuşdur: Şeytandan Allah'a sığınıram. O vaxt Allah dedi: Ey İsa, mən sənin həyatına son qoyub özümə tərəf qaldıracağam. Səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. Allah ayədə qiyamətə qədər inkarcılara üstün gələn və Həzrət İsa əleyhissalama həqiqətən tabi olan bir cəmiyyətin varlığını bildirir. Həzrət İsa həyatda olarkən ona tabi olanların sayı çox az idi və onun Allah qatına yüksəlişinin ardınca sürətlə dində degenerasiya başladı. Sonraki 2 əsr ərzində də Həzrət İsa əleyhissalama iman gətirən İsəvilər şiddətli təzyiqə məruz qaldılar. Hətta İsəvlərin heç bir siyasi gücü də yox idi. Bu vəziyyətdə keçmişdə yaşayan xristianların inkarcılara üstün gəldiklərini və bu ayənin onlara işarə etdiyini söyləyə bilmərik. İndiki vaxtda isə xristianlığın dəyişdirildiyini, Həzrət İsa əleyhissalama endirilən haqq dindən fərqli bir dinə çevrildiyini görürük. Xristianlar arasında Həzrət İsa'nın Allahın oğlu olduğu şəklindəki azğın inanc mənimsənilmiş və üçləmə əqidəsi ata-oğul müqəddəs ruh qəbul edilmişdir. Bu halda dinin əslindən xeyli uzaqlaşmış indiki xristianları da Həzrət İsa'ya tabi olanlar kimi qəbul edə bilmərik. Çünki Allah Quranın bir çox ayəsində üçləmə inancına inananların inkar içərisində olduqlarını bildirmişdir. Şeytandan Allah'a sığınıram. Şübhəsiz ki, Allah üçlüyün üçüncüsüdür deyənlər artıq kafir oldular. Halbuki, bir olan ilahdan başqa heç bir ilah yoxdur. Bu halda sənin ardınca gedənləri qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. İfadəsi açıq aydın bir işarədir. Deməli, Həzrət İsa əleyhissalama tabi olan və qiyamətə qədər yaşayan bir cəmiyyət mövcud olacaq. Belə bir cəmiyyət şübhəsiz ki, Həzrət İsa'nın yer üzünə təkrar gəlişi ilə ortaya çıxacaq və təkrar dünyaya gəlişi əsnasında bu mübarək insana tabi olanlar qiyamətə qədər inkarçılardan üstün olacaq. Ən doğrusunu Allah bilir. Bu məlumatı bildirən başqa bir ayə də Səf surəsinin 14-cü ayəsidir. Qovulmuş şeytandan Allah'a sığınıram. Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə, Allah yolunda kimlər mənə köməkçi olacaq demiş, həvarilər də, bizik Allahın köməkçiləri demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi. Digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər. Yuxarıdakı ayədə də Həzrət İsa əleyhissalamın yaşadığı dövrdə insanların bir hissəsinin iman gətirib, bir hissəsinin isə iman gətirmədikləri aydın olur. Ayədə cümlənin sonunda bildirilən, biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər. Hökmü iləsə, Həzrət İsa əleyhissalama inananların üstün gəldikləri bir dövr xəbər verilir. Bu dövr təxmini olaraq Həzrət İsa'nın qiyamətdən əvvəl yenidən yer üzünə gəldiyi dövrdür. Bu dövrdə Həzrət İsa həqiqi din əxlaqını bütün dünyaya hakim edəcək və Allahın izni ilə iman gətirənlər inkarsılara üstün gələcəkdir. Ola bilsin ki, bu ifadə ilə axır zamanda iman gətirənlərin inkarsılara üstün gələcəkləri deyil. Ən doğrusunu Allah bilir.